Boy zonaları, sümük yaşı insanın, uşağın bioloji yaşını göstərir. Yəni bir var pasport yaşı, məsələn bir uşağın 15 yaşı ola bilər təqvimə əsasən, amma onun sümük yaşı öz yaşına uyğun da ola bilər, irəli də ola bilər, geri də ola bilər. Onu qeyd edim ki, 1 ilə qədər istər irəli, istər geri olması yol verilən, icazə verilən həddir. Amma 1 ildən daha çox irəli olması adətən erkən cinsi inkişafla əlaqədardır və uşağın boy proqnozu baxımından arzu olunan hal deyil, boy zonalarının vaxtından əvvəl bağlanıb boyu geriyə saxlayacağı barədə işarə verir. Amma boy zonalarının geri olması yenə də 1 ilə qədər verilən hal mümkündür, geridirsə mümkündür. 1 ildən çox geri qalırsa, məsələn 2 il geridirsə öz pasport yaşından, bu o deməkdir ki, bu həm fizioloji hal ola bilər, yəni sonradan bu uşağın boyu yaşıdlarına çatacaq. Eləcə də cinsi inkişafı sonradan inkişaf edəcək. Amma 2 yaşdan daha çox irəli olar, daha çox geri olarsa, bu da əksinə onu göstərir ki, bunun bir səbəbi olmalıdır. Ya cinsi inkişafın geri olması və yaxud da boy hormonu çatışmazlıqları halında 2 yaşdan daha çox sümük yaşı geri ola bilər. Amma müalicənin proqnozu baxımından uşağın sümük yaşı nə qədər geri olsa, müalicənin effektivliyi bir qədər də, yəni müalicə üçün vaxtımız, zamanımız daha çox da anlamına gəlir.